Gördüğünüz gibi bu tikintide yani tikinti qaydaları pozulur. Fəhlələrin deməli binaya arxasına yerləşdirilib, heç birinin kaskası yoxdur. 2-3 dəfə də vurğulamışıq ki, Fövqəladə Hallar Nazirliyinə belə deyək də onlayn üzərindən məktub ünvanlamışıq, yazılarımızda qeyd eləmişik ki, yəni tikinti ilə bağlı tədbirin görsün, ancaq heç bir tədbir görülməyib və hal-hazırda görürsünüz. Heç birinin başında dəbilqə yoxdur. Yəni təhlükəsizlik qaydalarına uyğun olaraq heç birinin dəbilqəsi yoxdur. Baxın, aşağıda da yenə də o boyda armatur fırlanır. Onun bir dənəsi düşərsə, bir insanın həyatını məhv eləyə bilər. Yəni orada görürsünüz ki, məktəbə gedib gələn yoldur. İnsan sıxlığı yəni burada çoxdur. O armaturun bir dənəsinin düşməyi böyük bir faciəyə səbəb ola bilər. Ancaq səhv etmirəmsə 2 dəfə, 3 dəfə onlayn yəni üzərindən Ekologiya Nazirliyi, üzr istəmək Fövqəladə Hallar Nazirliyinə, Abşeron rayon İcra Hakimiyyətinə, Bakı şəhər belə deyək, şəhərsalma idarəsinə müraciət eləsək də heç bir tədbir görülməyib. Yenə də üzr istəmək belə deyək də, o misal var deyir, dərman neyniyər, əsas odur baş aparır. Yazmağın, pozmağın, belə baxıram, Abşeron rayonunda heç bir keçəri yoxdur. Əlavə olaraq da, yəni istədikləri formada yolu bağlayırlar, yolda sıxlıq yaradırlar. Bura avtobusun yoludur, 596 nömrəli marşrutun yoludur. İstədikləri formada